21 yanvar 1990-cı il. Moskva, Sovet İttifaqı adlanan dövlətin paytaxtı. Azərbaycan Sovet Sosialist Respublikasının Moskvadakı daimi nümayəndəliyi. Nümayəndəlik içərisi ilə də, dışarısı ilə də Heydər Əliyevi qarşılamağa hazırlaşır. Heydər Əliyev qayıdır. Heydər Əliyev avtomobildən çıxır, ağır addımlarla binaya yaxınlaşır. Heydər Əliyev Moskvanın mərkəzində məhkum etmək üçün buradadır. 1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə Mikhail Gorbaçov başda olmaqla Kremlin Azərbaycanda törətdiyi cinayət, öz torpaqları uğrunda ayağa qalxmış dinc insanların üzərinə ağır texnikada daxil olmaqla hərbi qüvvələr yeritməsi nəticəsində Bakının qan hamamına çevrilməsi dünyanın diqqət mərkəzində. O gecə və ertəsi gün Bakı belə idi. Heydər Əliyev fəlakət üz vermiş xalqla birlikdə olmaq məqsədi ilə bu ünvana gəlib. Onu gözləyən təhdid, təqib, hətta sui-qəsd və terror təhlükəsinə baxmayaraq, Heydər Əliyev Moskvadakı Azərbaycana daimi nümayəndəliyimizə gəlib. Пришел сюда прежде всего для того, чтобы здесь, в постпредстве, который является небольшим куском азербайджанской земли в Москве, выразить свое соболезнование всему азербайджанскому народу в связи со случившейся трагедией, большими жертвами. Bu onun qayıdışıdır. Heydər Əliyevin Azərbaycan torpağının kiçik bir parçasına qoyduğu qədəmlərdən başlayan qayıdışı. O vaxta qədər tək, tənha qalmış, gücü yalnız mitinqlərdə bağırmağa, köməyə çağırmağa çatan, dünyanın hicra qürbətinə dönmüş Azərbaycan birdən-birə hicra qüdrət hiss elədi. Onun səsini dünyaya çatdıran Heydər Əliyevi hiss elədi. O deyir, mən infarkt olmuşdum, xəstəxanaya düşmüşdüm. Mənim yanıma təkcə Rışkov gəldi. Rışkov. Mən deyir, ona qədər bilmirdim ki, Kremldə mənə qısqanırlar. Məni deyir, yoxlamağa ancaq Rışkov gəldi xəstəxanaya.
Başqa işim gəlmədi. Sonra da məlum məsələdə Qarbaçov ona deyir, siz daha işləyə bilməzsiniz. Qarbaçov istəyirdi ki, onu uzaqlaşdırsın. Siz gərək ərizə yazıb gedəsiniz, siz xəstələnmirsiniz. O vaxta qədər siyasi canını tapşırmış gözündə görənlərə göz dağı olmağı bacarmış, ağır xəstəlikdən, repressiv münasibətlərdən sınıxan və sınmayan Heydər Əliyevi. Я считаю, что это совершенно неправильно. Повторяю, я это категорически осуждаю. Считаю это антигуманным, антидемократичным, противоправным актом, приведшим к тяжелым последствиям. Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyindəki bütün postlarından istefa vermiş böyük Azərbaycanlının Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinin yerləşdiyi binaya gəlişi böyük qayıdışın ilk addımları idi. İlk böyük qayıdışın növbəti addımı üzü Bakı olacaqdı. Bakıya qayıdışın qarşısını almaq üçün Moskvanın Azərbaycan rəhbərliyindəki marionetləri hər bir addıma hazır idilər. Sonralar 1990-1992-ci illərin əvvəllərində Azərbaycana rəhbərlik eləmiş Ayaz Mütəllibov mənimlə görüşlərində etiraf eləmişdi ki, Moskvada olarkən Heydər Əliyevlə görüşüb, ondan təkidlə xahiş edib ki, respublikaya qayıtmasın. Vaxtı deyil. Heydər Əliyev isə standart vaxtdan artıq idi. Vaxtını özü yaradırdı. Bilirdi ki, o getməsə Azərbaycan gedəcək. Görkəmli Azərbaycan ziyalısı, ləyaqətli Azərbaycan vətəndaşı Əjdər Xanbabayev Heydər Əliyevin Azərbaycana qayıdışı üçün canını fəda elədi. Əjdər Xanbabayev çox çalışırdı ki, Heydər Əliyevin Azərbaycana qayıdışını təşkil eləsin və o dövrdə mən bunu mütləq deməliyəm. Bütün onun dövründə vəzifəyə gələn insanlarla əlaqə saxlayırdı ki, onun Bakıya gəlməyini təmin eləməyə köməkli göstərsinlər. Amma vəziyyət elə idi ki, çox adam qorxurdu onun adını çəkmək. O həyatının böyük bir parçasını ona həsr eləmişdi ki, Heydər Əliyev Azərbaycana qayıtsın. Qətlə yetirildiyi gün xalq şairi Bəxtiyar Vahabzadə ilə bu barədə sonuncu dəfə danışmışdı. Həmən günü mən onunla görüşmüşəm. Yəni saat 12 idi, mən getdim kitabımın siqnal nüsxəsi çıxmışdı, getmişdim ona baxmağa. Bir gün öncə mənə zəng eləmişdi ki, gəl kitabına bax. Mən səhər saat 12 idi, dəqiq yadımdadır. 12-dir mən onun yanına girəndə, o gülə-gülə mənə dedi ki, nə olaydı ki, 1-2 dəqiqə tez gəliydi. Dedim, nə olub? Dedi ki, bax elə bu dəqiqə Moskvadan Heydər Əliyevlə danışdım və mən arzu edirdim ki, sən də danışasan. Belə də oturduq, söhbət elədik. Respublikanın o günkü, o vaxtki vəziyyəti barədə fikir mübadiləsi elədik. Həmən günü mən nə bilim ki, bu gün bunun ömrünün sonuncu günüdür. İyun ayının 6-sında Azərbaycan Komünist Partiyasının qurultayı keçiriləcək və hardasa iyunun 1-də Heydər Əliyev Azərbaycana qayıtmalı idi. Heydər Əliyevin Azərbaycana gəlməyini Azərbaycan rəhbərliyi qəti şəkildə istəmirdi. Qəti şəkildə istəmirdi. Hətta onun atam çox narahat idi ki, o qurultay vaxtı nətər zala daxil olacaq. Çünki zalın 80% onun tanıdığı adamlar idi. Onun vaxtında vəzifəyə gətirdiyi adamlar idi. Əjdər Xanbabayevin qətlə yetirilməsinin səbəbi onun Heydər Əliyevə olan rəğbəti, Respublikanın gələcəyini xilas eləyəcək insanın Moskvadan Bakıya israrla çağırılması idi. Neçə dəfə Heydər Əliyevlə öz kabinetindən telefonla danışmışdı və onu çox böyük çətinliklə birləşdirmişdilər. Hakimiyyətdən də bir-iki dəfə ona göstəriş olmuşdu ki, mümkündürsə sən onun gəlişini saxla. O da demişdi ki, mən Heydər Əliyevə heç göstəriş verə bilməyəcəm. Baxmayaraq ki, onun bu istəyini, bu təşəbbüsünü iqtidar bəyənmirdi. Bəyənmirdi, olduqca yumuşaq ifadədir. Bu təşəbbüsü beşiyində boğmağa hazır idilər. Qanda boğmağa
hazır idilər. Beləliklə Xan Babayev may ayının 30-u 1990-cı ildə xaincəsinə qətlə yetirilir. Ayın 30-u getmişdi işə, mən də işə getmişdim. Axşam vaxtı hardasa saat 10-un yarısı idi. Bir dostu rəhmətə getmişdi 20 yanvar hadisələrindən sonra. Xaricdən gəlmişdi, getdi dostunun uşaqlarını görməyə, getdi, 3 uşaq qalmışdı. Gedib onların evindən çıxanda onu vurmuşdular. Hardasa onun yarısı idi. Elmira xanım dostunun yoldaşı zəng elədi ki, afət bəs papanı vurdular, özünü itirmə, Semaşka xəstəxanasına aparıblar. Mən əlbəttə ki, elə ev paltarında Semaşkaya qaçdım, orada məni saxladılar. Və həkim yaxınlaşdı ki, artıq gecdi, keçilib. Sonralar Ulu Öndər Əjdər Xanbabayevin şəxsiyyətini xarakterizə eləyərək haqqında belə demişdi. O, adi bir adam idi. Burada oturanların çoxu kimi nə vəzifə sahibi idi, nə də mənim vaxtımda vəzifə almış adam idi. Adi ziyalı, vətənpərvər bir adam idi. Heydər Əliyevin Azərbaycana qayıdışını arzulayan, ürəkdən istəyən, təkidlə tələb edənlər çox idi. Heydər Əliyev heç nəyə baxmayaraq Azərbaycana gəldi. Bakıda onu biz Şəhidlər Xiyabanını ziyarət zamanı gördük. O, şəhidlərin önündə sadəcə baş əymirdi. Şəhid məzarına təzim yox, səcdə eləyirdi. Bu foto Heydər Əliyevin bir insan, bir siyasətçi kimi tərcümə-i halının ən uca şəkillərindən biridir. Hədə qorxu gəldilər ki, rəhbərlik ki, əgər ya sən Moskvaya qayıtmalısan, ya da ki, doğma vətənə Naxçıvana qayıtmalısan. Əgər qayıtmasan, biz o binanı partladacağıq. Mütəllibov iqtidarı Moskvadan qayıtmağı qadağan elədiyi şəxsin prinsipial mövqeyini, iradəsindən daşımamasını ona bağışlamaq istəmirdi. Bu səbəbdən də Heydər Əliyevi Bakıda yaşamağa qoymadılar. O, Naxçıvana getməli oldu. Biz mitinqdəydik. Deməli, Bakıdakı dostlarımızdan xəbər elədilər ki, bəs Heydər Əliyev gəlir Naxçıvana. Heydər Əliyev təyyarədən düşüb birbaşa gəldi mitinqə. Gəldim mitinqə, mitinqdə çox qısa, çünki cəmaat da Heydər Əliyevin gəldiyini bildiyi üçün cəmaat da istəyirdi ki, o mütləq çıxış eləsin. Gəldi çox qısa, bir 5-6 dəqiqəlik bir çıxış elədi, getdi. Cəmaatın reaksiyası çox yüksək səviyyədə. Heydər Əliyev bir ümid, nicat. Heydər Əliyev elə bir ki, bax, gəlib bunları qurtarmağa. Hamı bunu bu cür başa düşürdü. Və gələn günü, təyyarədən düşən günü, düzdür, mən orada olmamışam. Nə qədər cəmaat getdi, qarşıladı. Gəldi birbaşa meydana. Vilayət Partiya Komitəsi o vaxtı qabağı, indi Ali Məclisin qabağında, yanında böyük bir meydan vardı. Gəldi orada çıxış elədi, sözlərini dedi. Heydər Əliyevi Naxçıvanda balaca uşaqdan tutmuş yaşlıya qədər. Hamı sevirdi. Xalqı təmsil edən bir adamı xalq necə qarşılamalı idi ki? Ona layiqdə qarşılayırdılar. Çox böyük həvəslə, sevə-sevə. Hamı Heydər Əliyev Naxçıvana yığışdı, bura Vilayət Partiya Komitəsi gedir, onun qarşısına. Orada da gəldi orada danışdılar. O qədər adam çox idi ki, nəfəs almaq olmur, təsəvvür edirsən. Mən yaxındaydım, ona deyirəm, şahidim mənim. Giriş qapısı yoxdur, bu da alüminiumlandı. Qapını açdı ki, hava sıxılacaq, çəksin. Burada rahat nəfəs alsın, rahat danışsın. Özü dəvət elədi, bacısı qızının evində qalırdı. Getdik, orada təxminən 1 saat 20 dəqiqəlik bir görüşümüz oldu. Durumu müzakirə elədik, cəmiyyətin durumunu, cəmaatın fikirlərini, mövqeyini, Qarabağ məsələsinə yanaşmasını, bizim planlarımızı bunlarla bağlı geniş söhbət elədik. Və bir gündən sonra mənə zəng vurdular. Telefonda Heydərin səsini eşitdim. Dedi, oğul gəl, yazdıqları gözünlə gör. Mən lap təəccübləndim, durdum, getdim Naxçıvana və nələr görsəm yaxşıdır. Heydər Əliyevi bütün ölkə demək olar ki, ziyarətə gəlmişdi.
Naxçıvanın ağır günləri idi. Mühasirə şəraitində olan Muxtar Respublika süqutun bir addımlığında idi. Sadaraya neçə dəfələrlə hücum edildi. Sadara rayonuna, Sadara kəndinə. Əhali buradan yığışdı, getdi. Orada Şarura, o biri rayonlara ki, çandık borusunlar. O vaxt Çərçi kəndi ki alınanda Heydər Əliyev Naxçıvana demək olar ki, əhalinin əksəriyyətini qorudu. Dəfələrlə özü sərhəd bölgələrinə gedirdi. Ermənin planında o idi ki, elə Sədarətdən girib Naxçıvan coğrafiyasını bilənlər, Ordubadistan dediyin, Ordubaddan sözləri qutar getdi Naxçıvanla işğal eləməyə. Olduqca çətin idi. Elektrik enerjisi yox, təbii qazdan istifadə etmək mümkünləri yoxdur. Respublika mərkəzi ilə əlaqə yaratmaq dəmir yol işləmədiyinə görə mümkün deyildi. Heydər Əliyev ilk gələndə fiziki cəhətdən çox belə təsəvvür olunmayacaq dərəcədə zəifləmişdi. Hara gedirdi, addım-addım onu izləyirdilər və o dəqiqə Moskvaya xəbər verdilər ki, Heydər Əliyev burada gəldi, onu danışdı, orada gəldi, onu danışdı və yaxud da cəmaatla görüşdü. Nə var, hamısını deyirdi. Onlar qorxu içindəydilər ki, Heydər Əliyev birdən hakimiyyətə gəlir. Hətta onun heykəlini sökmək istəyirlər, bilirsiniz də, 2 dəfə sosialist əmək qəhrəmanı olan adamın büstünü qoyurlar. O büst orada var, onu deməli qərara gəldilər ki, söksünlər, Kreml və Heydər Əliyev rəsmi yazdı ki, mən istəyirəm sökülsün. Nehrəm cəmaatı onu qoymadı. Heydər Əliyev kim istəyirdi, görüşə gələ bilirdi. Açılışsa deyim. İnsanlar belə bir sıraya düzülmüşlər, mən gördüm onu. Nə bilim hər şey, ucu bucağı yox idi. Hamı gəlib onunla görüşmək üzrə şərəf sayırdı və çox belə ürəklə görüşürdülər, qucaqlaşırdılar. Heydər Əliyev onların bir 90%-ni demək olar tanıyırdı. Onlar söhbətlər eləyirdilər. Bəzən stol başında biz masanın arxasına oturub söhbətlər eləyirdik. İnsanlar onu ziyarətə gəlirlər. Birisi pirə necə ziyarətə gəlirlər? Bax, elə bir ziyarətə gəlirdilər. Gözümün qabağında söhbətlər olurdu. Deyirlər ki, məsələn, biri gəlirdi, qucaqlıyırdı, öpürdü, birinin çox bağrına basırdı insanlar. Heydər Əliyev iyun ayının 23-də Nehrəm kəndinə gəldi və Nehrəmlərlə görüşmək üçün Təpə başı adlanan bu sahəyə gəldi və bu binada, bu tribuna, bu pilləkənin qabağında duraraq əhali ilə görüş keçirdi. Bu heç bir vəzifəsi yoxdur. Sadəcə fərdi təqaüdçü idi. Lakin buna baxmayaraq Nehrəmlər onları qucaq açdı. Bu, böyük qayıdışın yeni səhifəsi idi. Xalqımızın sevimli oğlu Heydər Əliyev Ordubad rayonuna təşrif buyurdu. Görüşdə Heydər Əliyev cənabların Naxçıvan Muxtar Respublikasında yaranmış çətinliklərdən xalqı necə qurtarmaq mümkün olduğunu soruşmaq, onun bildiyi, onun tövsiyələrini eşitmək məqsəd daşıyırdı. Həmin görüş hazırki icra hakimiyyəti 90-cı ildə isə rayon partiya komitəsinin binasının qarşısında baş vermişdi. Onun siması heç də mənim yadımdan çıxmır. Çox səmimi, çox gülərüz, xalqa yaxın, insanlara mehribanlıq göstərərək bütün orada olan insanların hər biri ilə görüşdü, salamlaşdı. O cümlədən mənimlə də görüşmüşdü. Naxçıvanın qurtuluşunu təmin edəcək qayıdış başladı. Heydər Əliyevin Naxçıvana dönməsi yerli cəmaata ümid vermişdi. Mən çox ciddi şəkildə bir-bir çəkirdim, yaxınlaşdırdım, üzləri çəkirdim. Yəni ümumi toplumu yox. Kadrlara yaxınlaşdırdım, üz ifadələrinə qədər bir-bir çəkirdim ki, bir xatirə qalsın. Mən onları çəkmişəm hamısı. İnsanların içində ümidi, sevgini, inamı. Bütün Naxçıvan xalqı onu müdafiə edirdi. Bütün Naxçıvanda nə qədər insan var, hamısı onu müdafiə edirdilər. Yəni Heydər Əliyevin qorumasını mən görmədim orada. Qoruma falan yox idi. Ola bilər qoruma, qohum qardaşları olsun, nə bilim orada yaxın adamlar ola bilər. Amma xüsusi bir qoruması olsun falan, xalq onu öz doğma adamı kimi qarşıladı orada. Və onu qorudular. Sonralar Ulu Öndər o günləri belə xatırlayacaq. 93-cü ildə sizlə bərabər
Naxçıvanda yaşadığım günleri hiç vakit unutmuram. Hiç vakit unutmayacağım. Benim hayatımın muhtelif səhifələri var. Çok şanlı, şöhretli. Aynı zamanda çok əzab əziyyətli. Onların her biri benim için azizdir. Ancak 90-93. ildə sizle beraber blokada şəraitində, ağır vəziyyətdə, çətir vəziyyətdə yaşadığım günler benim için en aziz günlerdir ve onları hiç vaxt unutmayacağım. Naxçıvanın mərd, dözümlü, müdrik cəmaatı Heydər Əliyevə kiçik torpaq üçün böyük insan, ilahi hədiyyə, ilahi lütf kimi yanaşdılar. Naxçıvan Ali Məclisinin sədri o olmalıydı. Naxçıvanın iradəsi belə idi. Heydər Əliyevi hakimiyyətə gətirmək üçün onun hər hansı bir seçki orqanında iştirakı lazımdır. Kommunist hakimiyyəti qəti şəkildə Heydər Əliyevin heç bir formada Naxçıvana və yaxud Azərbaycana seçilməsini istəmirdi. Sonra isə Azərbaycan SSR Ali Sovetində seçkilər zamanı o vaxt Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsini və onun deputat seçilməsini o vaxtki iqtidar istəmirdi. Onlar başqa bir adamın Neyrəm seçki 340 sayılı Neyrəm seçki dairəsinin namizədliyini vermişlər. Lakin Neyrəmlər o namizədi qəbul etmədilər. Və yığıncaqda, mən də yığıncağın sədri idim, Neyrəmin klubunda yığıncaq keçirildi və o zaman yığıncaqda bütün əhali səs verdi ki, biz 340 sayılı Neyrəm seçki dairəsindən Neyrəmlərin sevdiyi Ulu Öndər Heydər Əliyevin namizədliyini verdik. Bu Muxtar Respublika rəhbərliyi tərəfindən müsbət qarşılanmadı. Oradan bizi çağırdılar, dedilər ki, mənə dedilər, sən niyə protokola möhür vurmuşsan? Biz başqa adamı demişdik. Mən də dedim ki, xalqın tələbi ilə, təklifi ilə biz bu adamı seçdik. 90-cı ilin demək, biz sentyabr ayının 30-da hər işimiz deputat seçildik. Nazirə sədrin birinci mavin olduğuma görə o vaxtlar Babək rayonundan Cəhir kəndinin özü doğulduğum şəhərdən oldum, Azərbaycana deputat. Heydər Əliyev isə Nehrəm kəndindən seçildi. Heydər Əliyevlə görüşlərimiz həddən artıq çox sıx olurdu. Elə olurdu, həftədə bir 2 dəfə, bəzən görürsən 3 dəfə. Yəni vəziyyətə uyğun, proseslərə uyğun üst-üstə bizim bir 3 il yarım müddətində bizim təxminən bir 100-150 dəfə görüşümüz olur. Sovet İttifaqı boyda ölkənin rəhbərlərindən birinin Naxçıvan həcminə sığışması geosiyasi tale idi. Naxçıvan Muxtar Respublikası bir müddət sonra həm də sabitlik modeli, asayiş qəlbi kimi məşhurlaşacaq. Nehrəm görüşündə mənə tapşırdı ki, təcili get, hazırlıq gör, bu çəkilişi mütləq elə. Mən ilk öncə Nehrəmə getdik, orada Əkbər Əliyevin səhv eləmirəmsə bir əsli bir tədbiri var idi. Bir nəsə hazırlıq görmüşdülər. Ona görə də biz yeri dəyişdik. Başqa bir meydana köçdük. O tam olaraq o zapisi mən elədim. Hətta o çəkilişə görə az qaldılar mənə qarşı bir ciddi bir, yəni bir arxa planda idim. Ancaq kamera əlimdən düşmədi. Axıra kimi çəkdim yəni. O çəkilişdə onu hiss eləyərsiniz. Heydər Əliyev o zaman demokratik düşərgə adlandırılan qüvvələrə də güvənmiş, onlara bacarıqları nümayiş etdirmələri üçün fürsət vermişdi. Düzdür, sonralar o insanlar ümidləri doğrultmadılar, amma hər bir halda idealının, imkanını nümayiş etdirmək üçün ona fürsət verilməsindən əlverişli üsul yoxdur. Rayonlara gedəndə kommunist rəhbərlik maksimum dərəcədə çalışırdı ki, boykot eləsin. Çünki Heydər Əliyev kommunist biletindən imtina eləmişdi. Heydər Əliyev demokratik blokla, xalq hərəkatı ilə bir yerdə hərəkət edirdi. Bu da kommunist rəhbərliyi təmin eləmirdi. Son dərəcə Heydər Əliyevi güdürdülər. Çünki çox ehtiyat edirdilər. O baxımdan Heydər Əliyev bilirdilər ki, gəlibsə Azərbaycana demək nəsə ola bilər də yəni. Azərbaycan prezidentinin yanında bir müşavirə olur.
hüquq mühafizə orqanlarına tapşırılır ki, yəni Naxçıvanla bağlı məsələ yox, Heydər Əliyevlə bağlı məsələ müzakirə olunur. Təsəvvür eləyin. Naxçıvan blokadadır. Naxçıvan çətinliklər yaşayır. Naxçıvanda xalq hərəkatı var. Əgər hər hansı bir məsələ müzakirə olunursa, xalq hərəkatı müzakirə olunur. Xeyr, Heydər Əliyev bundan müzakirə edir. O qərar layihəsi indi də məndə durur. Bilirsiniz necədir? O incimişdi. İstəmirik təzədən siyasətə qarşısını. Bir sıra Azərbaycanlılar da öz hərəkətləri ilə, onun arxasınca yazmaqla, onun arxasınca danışmaqla, pis işlər görməklə, müəyyən işlər görməklə Heydər Əliyevin qəlbini incitmişdilər. Bunu Heydər Əliyev özü etiraf edir. Danışığında var. Heydər Əliyevin o çıxışı nümayəndəliyi olduğu həmin seçkilərdə əsl qüvvələr bütün o deputatlara tapşırıb, hamısı qaçıb gizlənmişdilər ki, kvorum alınmasın. Bir gedib onları evlərindən tutub gətirirdilər zorla. Kvorum alınana qədər o proses getdi. 91-ci ildə Heydər Əliyev 3 sentyabrda biz onun Naxçıvanda demək Ali Məclisin sədri seçdik. Adi seçki prosesidir, amma uzun proses getdi də. Yəni Heydər Əliyev etiraz elədi. Təbii ki, bizim hər iki blok, həm kommunist blok, həm demokratik blok təkid elədi. Arada bir fasilə verildi, yenə Heydər Əliyevlə danışıqlar və bundan sonra Heydər Əliyev razı salındı. 2 gündən sonra işə çıxdı və Naxçıvanda birinci müdafiə demək yaratdı, fondu falan, belə Naxçıvanı müdafiə eləmək üçün. Beləliklə, Respublikanın ən yaşlı və eyni zamanda ən gənc ruhlu siyasətçisinin atdığı addımlar Bakıda qısqanclıqla qarşılanırdı. Naxçıvan Muxtar Respublikası Sovet İttifaqının iradəsinə boyun əyən duruklardan olmayacaqdı, boyunduruq olmayacaqdı. Yadımdadır. Azərbaycan Respublikası Ali Sovetinin iclas salonuna 3 rəngli bayraq ilk dəfə gətiriləndə mən də oradaydım. Heydər Əliyev Afiyyəttin Cəlilovla yanaşı oturmuşdu. Üzündəki ifadədən görünürdü ki, narazıdır. Amma nədən? Az sonra aydın olacaqdı. 3 rəngli bayraq zala Azərbaycan Sovet Sosialist Respublikasının himninin müşayiəti ilə gətirilmişdi. Üç rəngli bayrağın Ali Sovetin zalına, Leninin büstünün hüzuruna bu şəkildə gətirilməsinə yalnız Heydər Əliyev etirazını bildirdi. Məhəmməd Əmin Rəsulzadə Partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün siyasiya keçən salonda yan-yana durması da təəccüb olur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım. Nə deyirdi Heydər Əliyev? Heydər Əliyev qarşısındakı həvəskarlara, populistlərə, siyasi həddi-buluğa çatmamışlara, boya çatsalar da başa çatmamışlara təkcə usta dərsi keçmirdi, həm də ibtidai təhsil verirdi. Anladırdı ki, eyni vaxtda həm Sovet, həm də antisovet olmaq, həm asılı, həm müstəqil olmaq olmaz. Azərbaycanı müstəqil dövlət görmək istəyirəm. Mən çox arzu edirəm ki, bu günü mən görürüm. Hələ ki, Azərbaycan müstəqil deyil və Azərbaycanın müstəqilliyi haqqında da bu cürbəcür hoqqabazlıq ona gətirib çıxardıbdır ki, bizi hələ çoxları tanımaq istəmirlər. Nə oldu? Başqa respublikalar 3, 4, 5 ay bundan qabaq müstəqillik haqqında referendum keçirdilər. Amma Azərbaycanda isə hələ dekabrın 29-unda müstəqillik haqqında ümumi xalq referendumu keçiriləcək. Bunlar məni narahat edir hamısı. Şübhəsiz ki, biz bu referenduma gedəcəyik. Biz 17 martdakı bir referenduma mən getmədim. Mən ona səs vermədim. Amma 29 dekabrdakı referenduma mən gedəcəyəm. Baxmayaraq ki, formal xarakter daşıyır,
Artıq ittifaq yoxdur. Amma biz hardan ayrılırıq, kimdən öz azadlığımızı alırıq məlum deyil. Ancaq bir hüquqi sənəd olması üçün mən də bu referenduma gedəcəm və mən hesab edirəm ki, Naxçıvan Respublikasının əhalisi də buna gedəcəklər. Ona görə də mənim bir dənə arzum var. Mən həyatımın çox mərhələlərində bizim xalqın vəziyyətini görmüşəm və istəyirəm ki, Azərbaycan xalqı azad olsun, milli azadlığa nail ola bilsin və Azərbaycan Respublikası həqiqi müstəqil dövlət olsun. Nə qədər çətin olur olsun, nəyin bahasına olur olsun, başqa cür bizim yolumuz ola bilməz. Mənim arzularım bunlar. Elə buna görə də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası həm SSR hərflərini imtina etdi, həm də 3 rəngli bayraqla yanaşı 1918-ci ildə qəbul edilmiş himni qəbul elədi. 90-cı ilin siz bilirsiniz ki, 17 noyabrında demək Naxçıvan Ali Sovetin sessiyası çağırıldı. Biz sentyabrda deputat olmuşuq, seçilmişik. 17 noyabrda. 17 noyabrda dedi ki, bəs Eldar iclas sessiya çağıracaq da, Ağsaqqal deputat kimi o rəhbər eləyəcəkdir və orada Azərbaycanın bayrağını qaldıracaq. Komblok Azərbaycan bayrağının, indiki bayrağın Naxçıvanın bayrağı kimi qəbul olunmasını qəbul eləmirdi. Sədrliyi Heydər Əliyev eləyir. Heydər Əliyev də bizimlə eyni fikirdədir, bayrağın qəbul olunmasını istəyir, amma Komblok etiraz eləyir. 3 dəfə, 4 dəfə fasilə verildi. Heydər Əliyev həm Komblokla, həm bizlə müəyyən danışıqlardan sonra axırı bir razılaşma oldu, qərar alındı ki, deməli, Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli bayrağı Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı, dövlət bayrağı olsun. Və sosialist sözləri çıxarıldı, sonra Naxçıvan adından. Naxçıvan demək, Ali Soveti oldu, Ali Məclis adlandırıldı. Nə qədər təzadlı səslənsə də, bu halında Azərbaycan özünü muxtar, Naxçıvan isə özünü əsl respublika statusunda aparmış oldu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarı alır. Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul olunsun və dövlət bayrağı Azərbaycan Demokratik Respublikasının 3 rəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun. Demək, Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul olundu. Bu halı ilə Naxçıvan istiqlalın paytaxtı adına layiq idi. Çox çətin idi. Naxçıvan blokada şəraitində idi. Naxçıvanın vəziyyəti o qədər ağır idi ki, bir tərəfdən blokada, bir tərəfdən erməni hücumları, bir tərəfdən enerji daşıyıcıları yox, işıq yox, yanacaq yox. Yəni Naxçıvanın ağır vəziyyətində Naxçıvana rəhbərlik eləyənin istirahəti mümkün deyil. Bir nəfər mən onun adını demək istəmirəm, indi keçən günlərdir. Dedi ki, sən bu kabinetdə otursan, soyuqdur, bura falan, burada bir peş quraq. Dedi, usta adamdır. Özdə yaxşı da belə demərdən bir zarafatsa deyil. Dedi, yaxşı, indi peşi qurduğun tüstüsü hardan çıxacaq? Dedi, elə oradan. Dedi, və bütün Naxçıvan cəmaatı gəlib ki, tezə Heydər Əliyev oturub istəyir də, oradan tüstü çıxır, biz də soyuqdan donuruq. Alo.
Heydər Əliyev ərazi və əhalisinə görə kiçik, əslində isə Azərbaycanın özü boyda böyük əhəmiyyətə malik muxtar respublikanı peşəkar idarə etmənin örnəyinə çevirəcəkdi. Ne deyirlər, Qəzətin muxbiri vardı. Deməli, o gəlmişdi Heydərdən müsahibə almağa. Heydər də gecə saat 3-ə qədər işləyirdi. Onu vaxt ala bilmədi ki, müsahibə alsın. Mənə dedi ki, bəs mənim biletim var, mən uçmalıyam artıq. Gecə uçmalıyam. Mən Heydərdən xahiş elədim. Heydər dedi, çox yorulmuşam. Amma indi o da inciməsin, gəlsin. Gecə saat 3-də ona müsahibə verir. Naxçıvanda əslində Azərbaycanın taleyi həll olunmaqdaydı. 1992-ci il may ayının 18-də Ermənistan Laçın rayonunu işğal edəndə Naxçıvan da şiddətli həmləyə məruz qalmışdı. Belə də demək olar. Böyük torpaq, balaca rəhbərləri ilə Laçını qoruya bilmədi. Kiçik Naxçıvan isə böyük rəhbəri ilə Sədərəyi və ətraf rayonları qoruya bildi. Naxçıvanı blokadada yalnız Ermənistan saxlamırdı. Nə qədər ağır və inanılmaz səslənsə də demək lazımdır. Ən böyük təzad buradadır ki, Heydər Əliyevə münasibətdə İrəvanla Bakı blokada müttəfiqlərinə çevrilmişdilər. Belə bir vaxtda Naxçıvan özünə nəfəslik, çıxış nöqtəsi açmalı idi. Naxçıvanı Türkiyə ilə birləşdirən körpünün adının Ümid olması təsadüf deyildi. Ankara'da Türkiye ile Naxçıvan arasında işbirliği protokolü yapılıp bu protokol esasında Türkiye Naxçıvan'a maddi, tekniki, manevi yardımlar nazarda tutup ve hususen Naxçıvan'ın inkişafı için 100 milyon dolar Amerika doları meblağında kredi vermesini karara alıp Ümid Körpüsü ki deyirlər indi Sədərdə. O da onun adı ilandı. Biz o Ümid Körpüsü qutardı aclıqdan. Amma Heydər Əliyevlə mübarizə elçi və administrasiyasının əsas məqsədinə çevrilmişdi. Əgər özünü demokratik qüvvələr adlandıranlar Laçın işğal edilən gün may ayının 18-də 1992-ci ildə hakimiyyət portfeli paylayırdısa, Azərbaycanın başının üstünə alan növbəti fəlakət zamanı başqa məsələni həll eləməyə çalışırdılar. Heydər Əliyevi devirmək istəyənlər 1992-ci il oktyabr ayının 24-də çevrilişə cəhd elədilər. Yerli əhali Heydər Əliyevi öz vücudu ilə qorumağa qalxdı. Heç belə ayrı yerlərə biz yol verməyəcəyik. Heç kəsin bunlara qarşı müqavimətinə imkan verməyəcəyik. Öz bir qaşıq qanımız da çıxsa, gözümüz də çıxsa, bunlara el tapanların gözünü çıxadıb yerində tutacağıq. Yaşasın Heydər bəy! Elə həmin gün 1992-ci ilin oktyabr ayının 24-də Amerika Birləşmiş Ştatlarında Konqres Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edirdi. Bu sənəd işğala məruz qalmış Azərbaycanın əl qolunu bağlayacaq, işğalçı Ermənistanın fəaliyyətinə isə dəstək olacaqdı. Deməli, Naxçıvanı bir yanan Ermənistan, digər tərəfdən isə rəsmi Bakı məğlub etməyə çalışırdı. Çevrilişə cəhd edənlər belə demək olarsa, özlərinə məxsus şəkildə ikinci cəbhə açmışdılar. Aziz vətəndaşlar, əziz radio dinləyicilər. Mən bugün radio vasitəsilə bütün Naxçıvan əhalisinə müraciət edib yaranmış vəziyyət haqqında bir neçə kəlmə söz deyəcəm. Oktyabr ayının 24-də Naxçıvan Muxtar Respublikasının həyatında
dəhşətli bir hadisə baş vermişdir. Günortadan sonra Naxçıvan Xalq Cəbhəsinin qanunsuz saxlanan silahlı dəstələri təxminən 200 nəfərə qədər avtomatla silahlanmış Xalq Cəbhəsinin silahlı dəstələrinin üzvü qəflətən Daxili İşlər Nazirliyinə sokulmuş. Orada olan milis əməkdaşlarını işlər kənad etmiş və Daxili İşlər Nazirliyini işğal etmiş. Beləliklə qanun fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin fəaliyyətini bərabərləşdirmişdir. Beləliklə bunlar bu qanuna zidd, konstitusiya zidd hərəkətləri ilə Naxçıvanda təxribat aparıb, devlət çevrilişi aparmağa cəhd etmişdir. Öz tərəfindən elan edilər ki, Azərbaycan Konstitusiyası tərəfindən Naxçıvana verilmiş hüquqlar, Naxçıvan Konstitusiyası hüquqları toxunulmazdır. Biz onları müdafiə edəcək, heç kəs burada qeyri-qanuni hərəkət edə bilməz. Bunlar heç birisinə yol verməyəcək. Bəzi təzyiqlər var bizə, Bakıdan da təzyiqlər var. Ancaq bu təzyiqlərin heç birisi nəticə verməyəcəkdir. Naxçıvan xalqı iradəli xalqdır. Naxçıvan əhalisi qəhrəman əhalidir, cəsarətli əhalidir. İndi biz sərhədlərimizi qorumalıyıq. Ermənilərin təcavüzündən özümüzü saxlamalıyıq. Bu işlərlə də biz ciddi məşğul oluruq. Allah'a şükür ki sərhədlərimizdə indi sakinlik yaranmışdır. İndi biz cemaati dolandırmalıyıq, qışa hazırlanmalıyıq. Eğer Xalq Cəbhəsi doğrudan da Xalq Cəbhəsidirsə, doğrudan da xalqın iradəsini ifa etmək istəyirsə, bu işlərlə məşğul olmalıdır. Xalqa bu vardır kömək etməlidir. Ancaq qeyri-qanuni silahlı dəstələri burada saxlayıb, onlara mən terrorist dəstələri adı verirəm, terrorist dəstələri saxlayıb, cemaati burada korkutmak, silah işletmeyle məşğul olmalıdır. O silahlı dəstələr nədir? Mən Naxçıvan əhalisi, hər kənddə, hər qəsəbədə, hər şəhərdə yaşayan Naxçıvanlara müraciət edəcəm və deyirəm ki, bütün bu qeyri-qanuni hərəkətlərə qarşı Naxçıvan xalqı öz iradəsini bilməlidir. Mən deyirəm ki, Naxçıvan əhalisi bizim bu mövqeyimizi müdafiə edəcək, Naxçıvan əhalisi bir olacaq, öz torpaqlarının bütövlüyünü koruyacaq, öz torpaqlarının toxunulmazlığını koruyacaktır və öz konstitusiya hüquqlarını koruyacaktır. Heydər Əliyevin xilas missiyası davam edirdi. O bütün döyüşlərdən, bütün tələlərdən qalib və sarsılmaz çıxırdı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi gecə gündüz Naxçıvanın ərazisini qorumaq, düşmanın qabağını almaq, xalqımızın əmin-amanlığını təmin etməklə məşğuldur. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrlə bağlı qeydlər, masaüstü dəftərçələr, zəng vurduğu ölkə daxili və xarici nömrələr o zaman onun köməkçisi işləmiş Ramiz müəllimin yaddaşındadır. Dəmi bir günlük unumuz qalır. Dərmanla çörək zavodundan. Öləndə danışdı Türkiyə ilə. Axşama Türkiyə İqdirdən yanımda 406 dənə qızıl aparım maşınlar gəldi. Onlar un gətirən Naxçıvana. Bəli, ilk böyük qayıdışın ünvanı Naxçıvan idi. Heydər Əliyev Moskvadan Azərbaycanın bu kiçik amma sərt, dönməz parçasına qayıtmışdı. Bu bölgənin sadə, cürətli insanları ilə bir yerdə yaşadı. Yaxşı gününü, pis gününü onlarla bölüşdü. Ağır günlərdən, dar günlərdən birlikdə çıxdılar. Və Bakıdan qara xəbərlər gəlməyə başladı. Vətəndaş müharibəsi başlamışdı.
Ümid körpüsü bu dəfə Heydər Əliyevin özü olacaqdı. 1993-cü ilin iyun ayında onun ardınca Naxçıvana təyyarə göndərəcəklər. Heydər Əliyev Azərbaycanın köməyinə çatmağa tələsəcək. İlk böyük qayıdış bu idi. Moskvadan Bakıya, Naxçıvana və yenidən Bakıya. Vallahi bundan gözəl xoşbəxtlik nə ola bilər? Yaşayırıq, gözəl, hər şey yaxşı. Bugün bizim izlədiyimiz böyük qayıdışın atası, əcdadı o qayıdışdı. Təsəvvür edin, birdən o qayıdış olmasaydı. Mən təsəvvür etmək istəmirəm.